Azərbaycanda ilk dəfə keçirilən biznes liderlər zirvəsində ölkənin iqtisadi inkişafı, dayanıqlı biznes modelləri və rəqəmsal transformasiya kimi mühüm mövzular müzakirə olunur. Tədbirdə dövlət rəsmiləri və biznes nümayəndələri çıxış edərək sahibkarlığın inkişafı ilə bağlı fikirlərini bölüşüblər. Dayanıqlı inkişaf üçün ilk növbədə işğaldan azad edilən ərazilərdə dayanıqlı biznes modelləri yaradılmalıdır. Bu fikirlə biznes liderləri zirvəsində qaçqınların və məcburi köçkünlərin işləri üzrə Dövlət Komitəsinin sədr müavini Fuad Hüseynov çıxış etdi. Onun sözlərinə görə bu istiqamətdə dövlət və özəl sektor həmrəy olmalı, həmçinin sahibkarlığın təşviq olunması üçün mühiti formalaşdırmalıdır. Sizin də öhdəliyinizə böyük məsuliyyət düşür. Çünki dayanıqlı məskunlaşma, dayanıqlı qayıdış üçün ilk növbədə işğaldan azad edilmiş torpaqlarımızda dayanıqlı məşğulluq yaradılmalıdır. Bu sayədə təbii ki, dövlət özəl sektorun köməyinə, dəstəyinə arxalanır və biz əminik ki, özəl sektorda öz dəyərli töhfəsini vermiş olacaq. Biznes dünyası tarixin ən sürətli dəyişiklik dövrünü yaşayır. Bunu Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin İdarə Heyətinin sədri Orxan Məmmədov nitqində bildirdi. Onun sözlərinə görə rəqəmsal transformasiya, texnologiyaların sürətli inkişafı biznes fəaliyyət prinsiplərinə yeni bucaq gətirir. Belə bir şəraitdə liderlik, innovasiya və strateji düşüncə hər zamankindən daha böyük bir əhəmiyyət daşıyır. Artıq liderlik yalnız qərar vermə deyil, liderlik vizyon yaratmaq, komanda ruhunu birləşdirmək, gücləndirmək, qeyri-müəyyənlik şəraitində inam aşılamaq və ən əsası dəyişikliklərə bir istiqamət verməkdir. Zirvənin əsas məqsədi sahibkarların gündəmində olan aktual məsələlərin, o cümlədən süni intellektin biznesə təsiri və tətbiq imkanlarının müzakirəsidir. Biznes liderləri zirvəsi Azərbaycanda ilk dəfə təşkil olunur. Burada bizim əsas məqsədimiz ondan ibarət idi ki, bir CEO-nun gündəmini bugün zəbt edən məsələlər nələrdirsə, dəyişən dünyada dəyişən paradigmalar, süni zəka alətlərinin biznes mühitinə təsiri və tətbiqi prosesləri çox böyük maraq var. Çox sevindirici hal odur ki, bu tədbirdə CEO-lar öz komandaları ilə birlikdə iştirak edirlər və bir biznes mühitinin A-dan Z-yə onu əhatə edən bütün məsələlərin müzakirəsi olacağı üçün çox maraqla da dinləyirlər. Nəticə olaraq qeyd edildi ki, biznes liderləri zirvəsi yalnız müzakirə platforması deyil, həm də yeni tərəfdaşlıqların qurulması, innovativ yanaşmaların paylaşılması və ölkədə biznes mühitinin inkişafına töhfə verən mühüm iqtisadi dialoq meydanıdır.